Salam əzizləyicilər, təcili olaraq deməli həyətlə bir yerdə 100 kvadrat olan paket qubçalı 2 otaqlı tam təmirli həyət evimiz satışa çıxarıldı. Bütün sayğacları var, mərkəzi kanalizasiya tam təmirli. Masazının Binəqədi tərəfdən girişində, yəni Cantəpə ərazisində tam təmirli 2 otaq həyət evimiz satışa çıxarıldı təcili olaraq. Qiymət də 39 min manatdan satışa çıxarılır. Əzizləyicilər, geniş küçəsi var gördüyünüz kimi. Mərkəzi kanalizasiyadır, qaz, su, işıq, internet, hər bir şey mövcuddur. Təcili satılıb. Real alıcı ilə də razılaşarıq inşallah. Həyətini də görürsünüz. İstirahət etmək üçün həyəti də var. İstilik sistemi kombidir. Həyətin suyu da var burada istifadə etmək üçün. İstilik sistemi də kombidir. 5 daş kürsülü qoşa kubiklə inşa olunub. Evdə qoşa, yəni qoşa daşla inşa olunubdur. Evin deməli həyəti də yəni 2 otağa görə genişdir. Mərkəzi kanalizasiyadır, istilik sistemi kubik, 5 daş deməli kürsülü, istilik sistemi də kombidir. Girən kimi belə bir geniş koridor mətbəx bizi qarşılayır. Mətbəx ayrıdır otaqlardan. 2 otaq görürsünüz, ayrıdır. Yataq otağı, qonaq otağı, hamam tualeti, yəni mətbəxdir burada çox genişdir. Elə buranı 3 otaq mətbəx studiya, yəni etmək olar. 3 otaq mətbəx studiya, əzizləyicilər. Buraya ilə baxanda bura 2 otaq deyil, Ağsaqqal. Yox, bura mən 2 otaq deyil, bura 3 otaq mətbəx studiyadır. Yəni buranı qonaq otağı eləsə müştəri. Yəni 2 dənə də yataq otağı var. Bura böyük bir, belə bir, hər 2 otaqlarımızın otaqları belə böyük olmur, 2 otaqlı evlərin. Görürsünüz, buranın yəni çox böyükdür, böyük yataq otağı. Bu da ikinci böyük yataq otağı. Yəni həyətlə bir yerdə 100 kvadratdırsa, yəni ev də bir 80 kvadrat düşür də. 2 otaq 80 kvadrat düşür. Ev onda 90 kvadrat evə düşür. O da böyükdür maşallah. Görürsünüz turbalar da, istilik sistemi turbalarını da görürsünüz. Hamısı çəkilibdir. Bir dənə radiatorları qoyursunuz. Kombi aparatını yerləşdirib Allahın izni ilə İnşallah. Divarla da, yəni əlimi uzadıram, görürsünüz zorla çat. Çox aralıdır, gördüyünüz kimi aralıdır. Ara məsafəsinə hamısı riayət olunub. Görürsünüz kubiklə inşa olunub, kərpiş deyil. Qoşa kubik, 5 daş kürsülü, qubçalı, gir yaşay. Bir dənə daxili qapıları görürsünüz. Bunlar da qoyulacaq hamısı. Kulsatorlar da yəni hamısı qoyulacaq. Elektrik yuvaları hamısı düzələcək. 1-2 günlük işdir. Yəni bir günə hamısı hazır olub.